Şagirdlər, hər birinizi xoş gördük. Yenidən testlərini izah ilə davam edirəm. 14 nömrəlidə make-up sentence'dır. Make-up sentence'da mütləq diqqət edin. WH tip varsa bizə nida və sual cümləsindən xəbər verir. Və bu əlamətlər olmadıqda təsdiq cümlədir. Təsdiq cümlədə birinci mübtəda, sonra xəbər olmalıdır. Biz burada mübtəda axtararkən birinci gözümüzə dəyən this olur, işarə vəzliyi. O ya tək this were şəklində olmalıdır, ya da this sözündən sonra isim alıb mübtəda funksiyasında sonra xəbər alır. Əgər 5-7 başlanğıcımız yoxdursa 5-2 o da elə avtomatik B variantını bizə göstərir. Cümlə tamamlamaya baxırıq 15-ci testdə. I wonder. Biz bilirik ki, wonder feili 3 feildən biridir ki, özündən sonra zəd almaz. Və eyni zamanda bu testlərin fəndi ondan ibarətdir ki, köməkçi feil şəxsdən önə keçə bilməz. E yanlışdır. C variantında could he-dən önə keçib yanlışdır. A variantında do Z-dən önə keçib yanlışdır. Wonder'dan sonra Z-lə başlayan ifadə olmalıdır. Z deyil də, ona görə doğrumuz D variantıdır. 16-cı testdə bizdə həm tərcümə birinci növbədə tələb olunur və cümləyə diqqət edirik. Schoolrooms will be equipped with the latest technologies, computers come. Yəni məktəb otaqları, kompüterlər yəni gələndə ən son texnologiya ilə belə deyək, təmin olunacaqlar. Və o zaman diqqət edirik, birinci növbədə if-dən sonra mübtəda xəbər olmalıdır və burada da iki uyğun gəlir, həm də if əgərdir. Yəni əgər kompüterlər gətirilsə məktəbə son texnologiyanın təmin olunacaq, ikini verə bilərik. Digərinə baxırıq, when var, zaman bildirən. Deməli, kompüterlər gələndə otaqlar təmin olunacaq müasir avadanlıqlarla. O zaman 2-3-ü verə bilirik. Because of səbəb, bir zor baxmayaraq, even hətta, yəni bunlar cümlə tərcüməsinə də uyğun gəlir. Ona görə elə 2-3 doğru variantdır. 17-ci testdə bizdən passive voice məchul növ tələb olunur. Məchul növü bir feil yaratmır. Məchul növ iki daha artıq feilin belə deyək birləşməsinə. Yəni bu nəzərdə tuturam keçmiş zaman, bitmiş zaman və s. O zaman diqqət edirik, birinci testimizə 2 feil yanaşı gəlib. Was posted, məktub göndərildi bir həftə əvvəl. The letter was posted a week ago. Deməli, bir nömrədə birincidə məchul var. İkincidə isə was disappointed, ilk baxdıqda bizə məchul kimi görünə bilər. Amma to be disappointeddir, məyus olmaq. To be ifadələri hərəkət bildirmir, özündən sonra sifət alar. Disappointed, məyus necə? Yəni, buradakı idi, sifətə işarə vurar. Amma məchul isə 2 feil yaradır ən azından. Ona görə 2 yanlışdır. 2-lər variantlardan atılır. Doğrumuz 1 idi. 3 və 4-ə diqqət edirik. Üçüncüdə I am not satisfied with my job. To be satisfied-dır. Yəni bu da eyni ilə 2 nömrəli cümlədəki kimi to be ifadədir. Orada artıq məchul yoxdur. 3-də isə var. A cinema is a place where films are shown. Yəni kino elə bir yerdir ki, orada filmlər nümayiş edilir, göstərilir. Ona görə elə doğrumuz 1-3-dür.